Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Zilqədə ayının sonu çox hüzünlü bir gündür Əhl-i sevərlər üçün. Çünki bu gün Həzrəti İmam-ı Muhammed Təqi Cəvad əleyhissalamın məzlumanə şəhadət günüdür. Bu hüzünlü və qəmli şəhadət münasibətilə Həzrəti Bəqiyyətillah İmam-ı Zaman Accəlallah Teala fərəcəhu şərifin məhsəri şərifinə və siz möhtərəm möminlərə və bizi dinləyənlərə, bizlərə baxanlara başsağlığı və təsliyyət ərz edirəm və Allahdan istəyirəm ki, dünya və axirət bizi Həzrətdən ayrı salmasın. Ziyarətin təkrarən dünyada və qüvada şəfaətin bizlərə nəsib etsin. Bir məclis quruldu. Bu məclis Həzrətin Məmunun qızı və öz qatili olan Ümmü Fəzildən izdivacından sonra qurulan məclislərdəndir. Məmun, İmam-ı Cəvad əleyhissalam və bir çox insanlar əyləşiblər, mötəbər insanlar, çoxlu insanlar. Yəhya ibn Əqsəm o dövrün ən böyük savadlı insanlarından, alimlərindən biri ərz elədi. Yəbnə Rəsulillah, ey Allah Rəsulunun oğlu, nəzərüz bu rivayət haqqında nədir ki, əhl-i sünnət bu rivayəti nəql edirlər ki, Cəbrail Allah Rəsulunun huzuruna yetişdi, nazil oldu və dedi, ya Muhammed, Allah sənə salam göndərir və deyir, mən Əbu Bəkirdən razıyam. Sən ondan soruş gör, o məndən razıdır yoxsa yox. Belə bir rivayət Əhl-i sünnət qaynaqlarında Yəhya ibn Əqsəm İmam Cəvaddan soruşur ki, bu rivayət haqqında fikriniz nədir? Nəzəriniz nədir bu barədə? İmam gör nə buyurur? Bunu da deyim ki, bu hədis Həzrətin bu adamla diyaloqu təqiyyə əsasında olubdur. Təqiyyə əsasında olubdur. Həzrət açıq-aşkar bizim kimi danışsın, yox. Təqiyyə əsasında. Təqiyyə edərək mətləbi çatdırıbdır. Həzrət buyurdu, bu xəbəri kim nəql edirsə, gərək Allah Rəsulundan başqa bir hədisi də, xəbəri də çatdırsın ki, Allah Rəsulü Həccətül Vidada buyurubdur. Həzrət Rəsulullah nə buyurdu? Buyurdu ki, mənim adıma yalan danışanlar, mənə yalan nisbəti verənlər çoxalıbdır və məndən sonra daha çoxalacaq. Allah Rəsulü öz dövründə xəbər veribdir. Peyğəmbərin öz dövründə məlum olur ki, Peyğəmbərin adından yalan danışırmışlar bəziləri. Peyğəmbər buyurur ki, mənə yalan nisbət verənlər, mənim adımdan yalan danışanlar çoxalıbdır və məndən sonra daha çox olacaq. Hər kəs bilərəkdən mənə yalan nisbət verərsə, mənim adımdan yalan danışar. Necə? Deyər ki, məsələn, Peyğəmbər bu cür buyurdu. Yalan. Hətta orucu da batil edir, bilirsiniz də. Peyğəmbər bu cür buyurdu. Belə deyərsə, cəhənnəm odunda özünə yer ayırıbdır. Yəni, yeri cəhənnəmdir. Allah Rəsulü İmam Cəvad buyurur bunu. Peyğəmbər belə buyurur. Çünki Allah Rəsulü buyurur ki, məndən hər hansı bir hədis, xəbər eşitdiniz, onu Allah kitabı ilə və mənim sünnətimlə, yəni mənim həyat tərzimlə ölçüz, müqayisə edirsiniz. Əgər Allah kitabı ilə və mənim həyat tərzimlə, mənim sünnəmlə, dediyimlə, yaşadığımla, etdiklərimlə sünnət üç hissəyə bölünür. Sünnət-i qovli, yəni Peyğəmbər nə buyurdu? Bizə qanundur. Sünnət-i fiili, Peyğəmbər nə cür namaz qıldı? Necə dəstəmaz aldı? Amma görürdü də, çox maraqlı bir şeydir. Hədislərdə var, kitablar, tarix yazır, əhl-i sünnət də yazır. Peyğəmbər dəstəmaz alanda, Peyğəmbərin dəstəmaz suyundan bir damla belə yerə düşmürdü. Nə deməkdir? Yəni, Peyğəmbər açıq-aşkar dəstəmaz alırdı və müsəlmanlar Peyğəmbərin dəstəmaz suyuna təbərrük edirdilər və təbii ki, görürdülər də Peyğəmbər necə dəstəmaz alır. Peyğəmbərdən sonra, illər keçdikdən sonra dəstəmaz dəyişilir. Peyğəmbərin sünnəti feili budur, yəni işi nə cür idi? Üçüncü növ sünnət təsdiqdir, təqrir edir Peyğəmbər. Yəni bir adam gəlir məsələn Peyğəmbər imamın yanında.
Dəstəmaz alır, namaz qılır, Peyğəmbər də baxır, heç bir şey demir. İmam baxır, heç bir şey demir. Peyğəmbər təsdiqləyir bunu. Peyğəmbər buyurur ki, hər hədisi ki, Allah kitabının əsasında deyil, yəni Allah kitabının əksinə ola, mənim sünnətimin əksinə olsa, onu neyiniyiz? Bıraxız, əməl etməyiz. İmam Cavad əleyhissalam da buyurur, bu rivayət ki, Əbu Bəkirin haqqında siz dediniz, hansı rivayət? Ki, Cəbrail nazil olur, deyir, ya Rasulallah, mən Əbu Bəkirdən razıyam, ondan soruş görün məndən razıdır yoxsa yox. İmam buyurur ki, bu Qur'anın ziddinədir axı. Allah Təbarək və Teala Qur'an-ı Kərimdə buyurur ki, وَلَقَدْ خَلَقْنَا الْإِنْسَانَ وَنَعْلَمُ مَا تُوَسْوِسُ بِهِ نَفْسُهُ وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ الْوَرِيدِ. Biz insanı yaratdıq, ürəyindən, qəlbindən keçəni bilirik və ona boynunun şah damarından yaxınıq. Allah ki, insanı yaradıb, özü açıq-aşkar buyurur. Qəlbindən keçəni bilir və ona şah damarından yaxındır. Bilmir ki, Əbu Bəkir Allahdan razıdır yoxsa yox. Bu nə hədisdir? Əqlən muhal, yəni qeyri-mümkündür. Ağıllı adam belə şey danışar. Yəhya yenə dedi. Dedi, bu rivayət haqqında fikriniz nədir? Ki, Əbu Bəkir və Ömər yerdə, göylərdə Cəbrail və Mikail kimidirlər. Əbu Bəkir, Ömər, birinci, ikinci xəlifə. Bənzədilibdir bu hədisdə Allah dərgahına ən müqərrəb olan iki böyük mələyə, Mikail və Cənab-ı Cəbrail. Həzrət buyurdu ki, bu iki mələk heç vaxt Allaha üsyan etməyiblər. Mələkdirlər, ən müqərrəb, ən fəzilətli, ən üstün mələkdirlər. Bir göz qırpımı belə bunlar itaatsizlik etməyiblər. Amma Əbu Bəkir, Ömər bir ömür bütpərəst olublar. İslamı qəbul edənə qədər zahirdə. Müşrik olublar bunlar. Necə ola bilər ki, bir ömür, məsələn, illər, uzun il, ömür bütpərəst olasan, müşrik olasan, sonra düz müsəlmançılığı qəbul etmirsən. Sən bənziyəsən o mələkə ki, bir göz qırpımı belə günah etmir. Həzrət buyurur ki, bu da düzgündür. Ki Allah bu cür oxşada bilməz. Düzgündür. Bir ömür müşrik olmuşları, bütpərəstlik etmiş insanları Cəbrailə, Mikailə Allah bənzətməz. Yəhya dedi ki, bu rivayət haqqında nə buyurursunuz? Ki, Əbu Bəkir və Ömər cənnət qocalarının ağalarıdırlar, sərvərləridirlər. Hamı saxta hədislərdir ya, vaxtımız yoxdur ki, mən burada var, qeyd olunubdur ki, bunları hətta kim qondarıb, adları var burada. Kim bu hədisi yalandan düzəldib, adları var, alimlər araşdırıb, tapıbdır, yazıbdır. Həzrət buyurdu ki, bu rivayətdə mümkündür, düzgün olsun, belə şey ola bilməz. Çünki behişt əhli cənnətdə hamı cavan olacaq. Orada qoca olmayacaq ki, bu iki qoca onların sərvəri olsun. Orada hamı, hədislər var, məsələn, qadınlar dünya yaşını nəzərə alsın, 16-17 yaşında bu cür. Kişilər 30-35 yaş arasında. Yəni, kişinin ən gözəl cavanlıq vaxtı haçandır? 30, 33, 35. Qadının ən gözəl vaxtı haçandır? Məsələn, 16-17 dünya yaşı ilə bənzədiləndə bu cürdür. Həzrət buyurur ki, bu rivayəti Bəni Ümeyyə Allah Rəsulundan nəql olunmuş rivayət qarşılığında düzəldiblər ki, Peyğəmbər buyurur ki, İmam Həsən və Hüseyn cənnət cavanlarının iki sərvəridirlər, ağalarıdırlar.